Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günleri sizleri sevimlinizle Ayşe Hanım'la birlikte güzel, muhteşem 4 otaqlı həyat evimizin çəkilişinə gəlmişik. Salam değerli TikTok ve YouTube Short videosunun izleyicileri. Bakın güzel hayatı bacası, geniş hayata bacaya malik olan möhtəşəm evimizin təqdimatındakı qiymət Rövşən bəy. Əlbəttə ki, qiymətimiz priz qiymətdir. 70.000 Azərbaycan manatına. Reallıq olsa ne olacaq? Təbii ki, reallıq olsa indirim olunacaq. Xüsusilə də Sultan ofisdən gələnlərə 051 452 60 Rövşən bəyin əlaqə nömrələridir. 055 570 96 40 Ayşe Hanım'ın əlaqə nömrəsidir. Ya Allah deyirik, təqdimata keçirik. Ya Allah! Salam değerli dostlar, değerli izleyiciler. Bu günler Binə qəsəbəsi Gürcüstanlar məhəlləsində sizlere güzel, 3 sot həyətin içinde olan bu gördüğünüz şəxsi tikili həyət evimiz satışdadır. Evimizin həyətində yan yörəsində ağac, yüzad əkmək üçün belə bir yeri var. Hətta ağacları da var, mən sizə göstərəcəm. Belə bir burada şambosu var. Gələcəkdə kim istəsə burada qaldırıb dükan, bərbərxana zad eləyəsə şəraiti var. Çünki üzü yola baxır değerli izləyicilər. Evimiz bu evdir. Axıra qədər baxıb kanalımızı bəyənməyi unutmayın değerli izləyicilər. Həyətində olan ağaclar bunlardır. Gələcəkdə indi bunlar tumurcuqlayıbdır, görürsünüz. Sabahları böyün hamısı ağaclardır, yaşıllaşacaq. Tam səliqəlidir. Gördüyünüz kimi qiyməti də 70.000 Azərbaycan manatına. Reallıq olsa qiymətdə endirmə olunacaq. Bura balkon yeridir. Gördüyünüz kimi qabaqdan çıxış balkonu var. Ev koridor sistemlidir. Tam təmirlidir değerli izləyicilər. Gir yaşa evdir. Şəxsi tikilidir. Ne eləyib qardaş? Özünə görə eləyib. Bax burada belə bir koridordan, bax burada belə bir yataq otağı var. Yataq otağından addenli belə bir dənə burada sanitar qovşağı var. Gördüyünüz kimi çox səliqəlidir. Buradan çıxdığın belə bir mətbəximiz var. Geniş mətbəxdir değerli izləyicilər. Gördüyünüz kimi çox səliqəlidir. Oturmağa, durmağa da yeri var. Pəncərədən öz həyətinə baxan, hər bir tərəfdən pəncərəsindən öz həyətinə baxır. Ondan sonra keçirəm bax burada yenə koridora. Koridordan gedirik. Burada belə bir zalımız var değerli izləyicilər. Geniş, iri bir zaldır. Səliqəlidir, tam təmirlidir gördüyünüz kimi. Zalımızın qəşəng görünüşü var həqiqətən də. Gizli işıqlarına qədər hər bir şey hazır. Buradan balkona çıxış yeridir, qlavoydur. Yəni belə səliqəli bir evdir değerli dostlar. Şəxsi tikilidir də, özünə məxsus tikilmə evdir. Sonra burada belə bir otaq var. Bax burada belə bir otaq var. Gördüyünüz kimi değerli izləyicilər. Otağın bu hissəsindən bir dənə belə koridor var. Buradan da çıxmaq olur, buradan da çıxmaq olur. Hər tərəfə çıxmaq, girmək olur. Yəni bax belə bir şeydir. Paltar yuvanız adı burada da addenli opşe tualet hamamı var. Ondan